Dostlar, bugünkü mövzumuz müjdenin bağlı olduğu səbəbləri. Müjdenin bağlı olduğu səbəbləri. Yəni, dostlar, bəziləri üçün müjdə açıqdır, amma elələri var ki, bəziləri var ki, onlar üçün müjdə bağlıdır. Eşidirlər də, qulaqları da var, amma anlamırlar. Anlamırlar. Səbəbi nədir? Səbəbi nədir? Gəlin, bax, bu haqda bir yerdə biz Yahya'nın müjdəsindən oxuyaq. Elçin qardaş, zəhmət olmasa oxu. 3-cü fəsil, 1-ci ayədən düz 12-yə qədər. Fariseyler arasında Nikodim adlı bir Yahudi rehberi var idi. O, gece içen İsa'nın yanına gelip dedi: Rabbi, bilirik ki sen Allah'ın yanından gelen bir müəllimsən. Çünkü Allah ona yar olmasa, hiç kes senin gösterdiğin əlamətləri edə bilməz. İsa ona cevap verdi: Doğrusunu sənə deyirəm. Bir kəs yenidən doğulmasa, Allah'ın padşahlığını görə bilməz. Nikodim ondan soruşdu: Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi? İsa cavab verdi: Doğrusunu sənə deyirəm. Bir kəs sudan və ruhdan doğulmasa, Allah'ın padşahlığına daxil ola bilməz. Bəşərdən doğulan bəşərdir. Ruhdan doğulan ruhdur. Sənə yenidən doğulmalısınız dediyimə heyrət etmə. Yel istədiyi yerdə əsir. Onun səsini eşidirsən, amma haradan gəlib, haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir. Nikodim bu şeyler necə ola bilər deyə soruşdu. İsa ona cevap verdi: Sen İsrail'in müəllimisən, bunları bilmirsənmi? Doğrusunu sənə deyirəm. Biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik. Amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. Əgər mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? Çox sağ ol. Hələ bura qədər. Dostlar, çox maraqlı bir hadisədir. Burada deyilir ki, Yahudilərin bir rəhbəri, adı Nikodim idi. Gecə vaxtı İsa'ya yaxınlaşdı. Bilirsiniz, maraqlısı oydu ki, bu gizli bir gecə idi. Çünki gizlicə gəlib. Həmən bu şəxs gizlicə gəlib. Çünki istəmirdi ki, onun haqqında kimsə eşitsin, bilsin, xəbər alsın ki, Nikodim İsa ilə əlaqə saxlayır. İsa ilə ünsiyyətdə olub. İsa'nı görmək istəyib. Nə üçün görmək istəyib, dostlar? Baxın necə yazılıb. O gecə ikən İsa'nın yanına gəlib dedi: Rabbi, bilirik ki, sən Allah'ın yanından gələn bir müəllimsən. Baxın onu necə adlandırır? Müəllim. O istəyir ki, öyrənsin də necə? Rabbi deyir. Rabbi nə deməkdir? Müəllim. Müəllim. Ümumiyyətlə, hər adama elə belə deyək də, hər adama demirdilər ki, ay filankəs müəllim. Müəllim də deyirlər, amma burada elə bil ki, daha da yüksək formada deyilir. Baxın, lüğətdə necə deyilir? Rəbbi sözü, yəni Yahudilər arasında din müəllimlərinə verilən fəxri bir tituldur. Hər adama demirdilər. Yəni, bunu qazanmaq lazımdır. Yəqin ki, eşitmişsiniz də, hər oxuyan deyir, molla pənah olmaz da, elə deyirlər deyəsən. Eşitmişsiniz? Hər oxuyan da Yahudilər arasında Rəbbi ola bilməz. Ola bilməz, dostlar. Yəni, hər adama demirdilər.
Bu insan gərək bunun ruhani vəziyyəti yüksək bir vəziyyətdə olmalı, səviyyədə olmalıdır. Çox bilikli bir, müdrik bir insan olmalıdır. Təhsili yüksək olmalıdır. Yəni hardasa oxunmuş, hardasa bilik alan bu insan, yəni bu insanı seçirdilər. Belə deyək də, məbəddə, dua evində seçirdilər yahudilər və onlar, həmən şəxslər yahudilər arasında rəhbərlik edirdilər. Yəni, yahud rəhbərləri idi. Bax, bu Nikodim özü Rabbi olubdur. Özü din rəhbəri olub, yahud rəhbəri olub. Amma baxın, İsa'ya yaxınlaşaraq onu Rəbbi adlandırır. Niyə? Sizcə niyə? Çünki gizlicə yaxınlaşmışdı. Bilirdi ki, o İsa çox erməkdə yanan. O İsa tanıyırdı da ona görə. Dostlar, bu dinli rəhbər, Nikodim, İsa'nın şagirdi olmaq istədi. Mən deyir, rəhbərəm, amma sən məndən üstünsən. Mən deyir, Rəbbiyəm, belə deyək də, ustadam. Amma mən istərdim ki, sənin şagirdin olum. Baxın dostlar, yenə də oxudum bayaq, o İsa'nı Rəbbi adlandırır. İsa'nı Allahın yanından gələn bir müəllim sayır. Niyə? Tək ki o yox. Onun kimi başqa bir rəhbərlər də İsa'nı Allahın yanından gələn bir müəllim sayır. Niyə dostlar? Cavabı da burada yazılıb. Görürdülər. Oxuyun. Görürdülər. Oxuyun dostlar. Yazılıb. Çünki Allah ona, yəni o insana yar olmasa, heç kəs sənin göstərdiyin əlamətləri edə bilməz. Möcüzələri, əlamətləri görüb. Onu görəndən sonra başa düşdü ki, Allah tərəfindən gələn bir müəllimdir. Adi bir insan deyil. Buna görə də mən bunu görəndə xahiş edirəm, deyir, məni qəbul et. Mən şagirdin olmaq istəyirəm. Dostlar, İsa razı oldu, olmadı? Nə dedi? Buyur, bugündən, bax bu axşamdan mənim şagirdimsən, mənim ardımcımsan, ardıcılımsan, yəni ardımcan gəl, nə desəm onu da etməlisən. Bunu dedi. Yox, o dedi yenidən doğulmalısın. Elə çıxır ki, baxın dostlar, elə bir kifayət deyil. İsa o saat Nikodimə öz təlimini izah etdi. Və baxın necə izah edir. Hələ 3-cü ayədən oxuyuruq dostlar. Deməli, Nikodim İsa'nı Rəbbi adlandırır. Başqa sözlə, istərdim ki, sənin şagirdin olum. Amma İsa Məsih elə onu dayandırır. Deyir, dayan. Və öz təlimini izah edir, deyir ki, doğrusunu sənə deyirəm. Bir kəs yenidən doğulmasa, Allahın padşahlığını görə bilməz. Çox maraqlıdır. İsa'nı yenə də deyirəm dostlar, müəllim kimi qəbul etməyə kifayət deyil. İsa həmən Nikodimə, həmən o rəhbərə deyir ki, din rəhbərə deyir ki, sən deyir yenidən doğulmalısan. Deyir, sən yenidən doğulmalısan. Başqa sözlə, şagirdim olmaq istəyirsən? Yox, bu hələ nəyin ki şagirdim? Yaxşı, şagirdim oldum. O qədər şagird var idi ki, o qədər İsa'nın ardıcıları var idi ki, amma sonra da geri dönürdülər. İsa ona deyir, sən gərək yenidən doğulmalısan, yoxsa cənnəti görməyəcəksən. Həmən Nikodim də yaşlı bir insan idi. Yaşlı bir insan idi. Bilirsiniz, bizim zamanədə kim
Nikodimin yerində olsa, bilirsiniz nə fikirləşər? İsa deyəsən məni lağa qoyur. Necə yəni? Məsəl üçün deyirəm, mənim 70 yaşım var, mənə deyir yenidən doğul. Mümkündürmü ay Mətin? Təbii ki. Hə, mümkündür. Mümkün deyil. Necə yəni? Mən gəldim ki, mən səni Rabbi adlandırdım. Mən səni ustad adlandırdım. İstəyirəm ki, müəllimim olasan. Mən böyük bir insan, tanınmış, məşhur İsrail xalqı arasında mən məşhur bir insanam. Görün özümü necə alçaldıram. Səni deyir mən müəllim adlandırıram. Qaldı ki, elə İsrailin müəllimi, rəhbəri mənəm. Mən isə səni adlandırıram. Sən isə deyirsən ki, yox. Elə bil, get yenidən doğul, ondan sonra qayıt, gəl, söhbət eləyərik. Maraqlı bir şeydir. Maraqlı bir söhbət gedir burada, dostlar. Yəni, yenidən doğulmamış Allahın padşahlığını heç kəs görə bilməz. Və baxın, dostlar, Nikodim İsa'nın söylədiyini heç başa düşmədi. Elə çıxır ki, bilirsiniz necə? Baxın necə yazılıb burada. Nikodim ondan soruşdu, yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O ikinci dəfə anasının bətninə girib doğula bilərmi? Başqa sözlə bilirsiniz necə? Elə bil ki, ya Rəbb, eşitdim. Nə demək istəyirsəm, başa düşdüm. Yəni, mən qocayam. Qoca olduğuma görə bu cür şagird lazım deyil sənə. Ona görə də dedin ki, belə deyək də, pis çıxmasın mədəni dildə. Yenidən doğulmalısan. Yəni, mənə cavanlar lazımdır, mənə gənclər lazımdır. Qocalar artıq neyəcək? Qocalar mənə lazım deyil. Elə başa düşüb. Elə başa düşüb. Baxın, dostlar, bir yağ oxudum. Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? Bu nə söhbətdir? Bu nə söhbət aparırsan, ya Rəbb? Yəni, ikinci dəfə anasının bətninə girib doğulmalıyam. Bu axı absurddur. Üzr istəyirəm. Məncə, mən İsa Məsih insanlarla danışanda bir də sözsüz ki, bu hansı maskadadır, bu düzgün fikirlə gəlir, bu yoxsa hansı niyyətlə gəlir. O yəqin təmiz niyyətlə gəlməyib də İsa Məsih də ona elə bir cavab verib. Ona bir nəsə kulturuna atqaz edib ki, bilib ki, onsuz da gələn deyil də İsa'nın. Yəni ki, belə deyək də, sən lazım deyilsən də, belə mədəni dildə və lazım deyilsən. Bu da elə bil ki, ürəyində incilik yaranıb, deyir ki, ya Rəbb, mən də sənə kobud sözlə demək istəmirəm. Yenidən doğula bilməyəcəm də. Yenidən doğula bilmərəm. Onu sən çox qəşəng bilirsən. Niyə belə deyirsən? Ondansa açıq deyərdin ki, Nikodim bağışla, mən səni şagird edə bilmərəm. Şagird edə bilmərəm. İsa Məsih nə dedi ona? Bax, bu söhbətdən sonra nə dedi, dostlar? Oxuyaq. Gəlin 5-ci ayədən oxuyaq. 5-dən 8-ə qədər. Mətin qardaş, oxu zəhmət olmasa. Həmin fəsildə Bəli. İsa cavab verdi. Doğrusunu sənə deyirəm. Bir kəs sudan və ruhdan doğulmasa, Allahın padşahlığına daxil ola bilməz. Bəşərdən doğulan bəşərdir, ruhdan doğulan ruhdur. Sənə yenidən doğulmalısınız dediyimə heyrət etmə. Yer istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir. Bura qədər, çox sağ ol. Dostlar, başqa sözlə İsa Məsih elə bil balaca düzəliş edir. Balaca düzəliş edir. Yox, Nikodim, elə fikirləşmə. Mən bu söhbətə aparmıram. Yəni ki, sən qocasan, qoca adam mənə lazım deyil. Yox, heç ağlıma da gəlməsin. İsa Nikodimə qeyri-adi doğulmağı izah edir. Anladınız, dostlar? Gözəl olar, həqiqətən.
qeyri-adi doğulmağı izah edir. Xoş gəldin. Keçibdə Mehriban. Deməli İsa Nikodimə qeyri-adi doğulmağı izah edir. Və burada da başa salır. Deyir ki, yəni Nikodim deməyim odur ki, bu su ilə və ruhla bağlıdır. Deyəndə ki, yenidən doğulmalısan, bu o demək deyil ki, sən yenidən elə bil ki, ananın bətnində olaraq doğulmalısan. Yox, bu su ilə deyir və ruhla bağlıdır. Bu bir. İkincisi də ki, bu bəşər istəyi ilə deyil. Məsələn üçün də gənc insanlar, gənclər, gənc cüt ailə qurur və onların istəyi uşağı olsun da. Bu bəşər istəyi deyil, Nikodim. Bu haqda sənə söyləmirəm, deyir. Tam deyir, qeyri-adi doğulmağı izah edirəm sənə. Bu, su ilə və ruhla. Bax, bu haqda mən sənə deyir, açıram. Bu necə olan bir şeydir, dostlar? Deməli, Nikodim müqəddəs yazını çox gözəl, bəlkə də əzbər də bilirdi. Əzbəri bilirdi. Su ilə deyəndə ona heç burada tam açıqlaması, belə deyək də, izah etməsi heç ehtiyacı yox idi. Su ilə nə deməkdir və ruh ilə nə deməkdir? Nikodim bu sözü çox gözəl, yəni bu cümləni çox gözəl başa düşdü. Dostlar, gəlin zəhmət olmasa, ya mən gəlin açım, Zəbur kitabında baxın necə yazılıb. Yəqin ki, Nikodim də bu həmən məzmuru çox gözəl bilirdi, çox gözəl bilirdi. Deməli, 42-ci məzmurda deyilir, 42-ci məzmurdan oxuyuram. Maral deyir, axar sulara həsrət qalan kimi, ey Allah, könlüm sənin həsrətini çəkir. Ey var olan Allah, mənim qəlbim sənin üçün deyir, susayıb. Qəlbim deyir, sənin üçün susayıb. İnsanın suda ehtiyacı var. Su həyat mənbəyidir. Kimin yadındadırsa, bu əvvəllər biz Bakıya yol düşəndə Ceyranbatan anbarında yazılmışdır ki, su həyat mənbəyidir. Susuz insan yaşaya bilməz. Həyat həyatın özüdür hələ. Yəni su özündə həyat gəzdirir, belə deyək də. Suda həyat var. Susuz da yaşamaq olmaz. Elə deyilmi? Susuz, dostlar, insan susayır. Hər dəfə susayanda su istəyir. Mənə İsa Məsihdə günlərin birində bir qadından, yadınızdadır, biz hələ Yahyanın müjdəsində oxuyuruq, su istədi. Su istədi. O da baxıb gördü ki, Yahudidir. Yahudi bu isə qeyri bir millətdəndir, qadın. Yahudilər bu o bir qeyri-millətlə ünsiyyətdə olmayıbdır. Deyir, sən Yahudi məndən su istəyirsən. Necə yəni? Məndən su istəyirsən. Deyir, ey qadın, sən əgər bilsəydin, suyu kim səndən istəyir? Hələ özün də məndən istəyərdin. Deyir, mən sənə həyat suyu verərdim. Həyat suyu verərdim, deyir. Dostlar, su Rəbb Allahın kəlamına bənzəyir. Başqa sözlə, bu onun rəmzisidir. Elə bil ki, Rəbbin necə ki, susuz insan yaşaya bilməz, eləcə də Rəbb Allahın kəlamı, yəni kəlamsız da yaşamaq mümkün deyil. İnsan deyir, nəinki yadınızdadır, yazılıb, İsa Məsih də bunu deyib, səhrada günlərin birində oruç tutanda deyir, təkidir, çörəkdən asılı deyil. Çörəkdən, yəni həyatı çörəkdən asılı deyil. Kəlamıdan asılıdır. Və kim başqa sözlə, Nikodim çox gözəl başa düşdü. Kim onun kəlamından doğulsa, yəni kim onun sözündən doğulsa,
bax o cənnəti görəcək. Hansı kəlamdan söhbət gedir? Nikodim illərdir ki, bəlkə 70 də keçib yaşı. İllərdir ki, Yahudi rəhbəridir. Bu kəlamı əzbər bilir. Amma İsa ona deyir ki, sən bu kəlamdan doğulmalısan. Yaxı, mən bu kəlam ilə yaşayıram, sən mənə deyirsən ki, kəlamdan doğulmalıyam. Bu 1-2-2 də deyir ki, sən ruhdan doğulmalısan. Ruhdan, yəni Allahın müqəddəs ruhundan doğulmalısan. Doğulmalısan. Dostlar, Nikodim İsa'nı başa düşdü, düşmədi? Məncə başa düşmədim. Nikodimə tam aydın deyil. Yox, o dediyi sözləri başa düşür. Su nədir, ruh nədir? Bu haqda başa düşür. Amma sudan doğulmaq nə deməkdir və ruhdan doğulmaq nə deməkdir? Yəni ki, əgər ruhdan doğulmasan, sudan doğulmasan, sən Allahın padşahlığını nəinki görüb, heç nəinki yəni orada olub heç ona görə də bilməyəcəksən. Yazılıb ki, baxın necə. Yəni bu İsa Məsih buna izah edir, deyir ki, bəşərdən deyir, doğulan bəşərdir, ruhdan doğulan ruhdur. Sənə yenidən doğulmalısınız dediyimə heyrət etmə. Yel istədiyi kimi yerdə əsir, onun səsini eşidirsən, amma hardan gəlib, hara getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir. Nikodim nə dedi? Nikodim dedi, bu şeylər necə ola bilər? Necə ola bilər? Yəni, Nikodimə aydın deyil. Bu necə ola bilər? O, İsa'nın söylədiyini yenə anlamır. Başqa sözlə, Nikodim elə bil ki, konkret izahını xahiş edir. Sən mənə tam başa sal. Bunu konkret izah et. Necə yəni? Ruhdan, sudan, mən doğulmalıyam. Ruhdan doğulan ruhdur, bəşərdən doğulan bəşərdir. Yox, bəşərdən doğulan bəşərdir, insandır. Əlbəttə ki, heyvan deyil. Üzr istəyirəm. Bunu mən deyir, tam başa düşürəm. Amma ruhdan doğulan, mən gəldim ki, şagirdin olum. Mən səni yenə də deyirəm, Rabbi adlandırıram. Sən isə deyirsən ki, ruhdan doğulmalısan. İsa Nikodimi başa düşmədiyinin səbəbini açır. Başqa sözlə, Nikodim, bilsən niyə məni başa düşmürsən? Niyə başa düşmürdü, dostlar? Niyə başa düşmürdü? Elə bil ki, sadə, bilirsiniz, belə sadə formada danışır. Gəlin yenə də bir təsəvvür edək. Bax, bu qoca kişi gizli gəlir. Ona bağlı idi də hər şey. Necə? Ona bağlı idi. Nə bağlı idi? Müjdə bağlı idi, tövbə bağlı idi. Aha. Ona görə o çatmırdı onu elə. Ay, sağ ol. Çox gözəl, çox gözəl. Bilirsiniz, maraqlısı odur ki, bu gəlib sadəcə İsa'nı bir Yahudi rəhbər kimi görür. Bura qədər. İsa'nı bilirsiniz, çox adam o vaxtları İsa'nın dövründə hələ, onun dövründə onu bir gözəl bir müdrik insan kimi tanıyırdılar. Gözəl bir Yahudi rəhbər kimi tanıyırdılar. Başa düşürdülər ki, Allahdan gələn bir müəllimdir. Bura qədər. Amma başa düşmürdülər ki, Allahın özü idi. Amma kimdir doğrudan bunu başa düşmürdülər. Bilirsiniz səbəbi niyə? Səbəbi nədir? Niyə başa düşmürdülər? Niyə anlamırdılar? Axı, İsa Məsih açıq-aydın danışırdı. Öz haqqında şəhadət edirdi, etmirdi? Danışırdı, müjdəni yayırdı. Bəs niyə başa düşmürdülər? Qəbul eləmədilər ona görə. Bax, səbəbi budur, dostlar. Əsas səbəb budur. Eşidirəm, amma qəbul etmirəm. Eşidirəm ki, Allahın oğludur. Amma belə, bilirsiniz, qorxa-qorxa buna yanaşıram. Bəlkə də bu Nikodim kimi
gizli gəlirəm. O gizli gəldi də, belə deyək. O gecə gizli bir gecə idi. Onun üçün sirli bir belə bir gecə idi. Özünə bir vaxt tapdı ki, heç kəs bunu görməsin. Çünki hörmətli bir, tanınmış bir insandır. Mənim haqqımda birdən Allah eləməsin, nə var da kimsə eşidər bilər. Mən İsa haqqında eşitmək istəyirəm. Bax o cəmiyyətə gedirəm. Yəni bax o ibadətdə oluram. Nə var da ki kimsə eşitsə, bilsə, ay, mən yolum bağlı olacaq bura. Bax Nikodim belə idi. Nikodim belə idi. Gəldi dedi ki, Rəbbi. Yəni bax elə ona elə bir müraciət eləyir ki, Rəbbi. İsa deyir, saxla, dayan. Dayan. Yenidən doğulmalısın. Elə bil ki, onu incitdi. Nə? Qocayam, ona görə elə deyirsən? Yox. Yox, ona görə demirəm. Sən doğulmalısan. Necə doğulmalıyam? Yəni, ananın bətnində yenə doğulmalı. Yox. Sən ruhdan doğulmalısan. Bəşərdən doğulan bəşərdir. Sən ruhdan doğulmalısan. Çünki ruhdan doğulan ruhdur. Ruhdur. Başa sal görüm. Sən mənə tam aşkla başa sal. Bu nə olan şeydir? Bu nə olan şeydir? Və İsa ona deyir. Gəlin 10-cu ayədən oxuyaq. Kim oxuyar dostlar? Ümumiyyətlə oxuyarsanız zəhmət olmasa. 10-dan 12-yə qədər. İsa ona cavab verdi. Sən İsrailin müəllimisən. Onları bilmirsənmi? Doğrusunu sənə deyirəm. Biz bildiyimizi söyləyirik. Gördüyümüzü şəhadət edirik. Amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. Əgər mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsan necə inanarsınız? Bura qədər. Çox sağ ol. Eşitdiniz dostlar. Maraqlısı nədir? Deməli Nikodim deyir ki, mənə izah et görüm. Bu necə olan şeydir? Bu necə olan şeydir deyə soruşdu. Necə ola bilər? İsa deyir, bura bax. Sən uşaq deyilsən deyir. Sən İsrail müəllimisən. Sən bunu bilmirsən. Bunu bilmirsən. Çox gözəl başa düşürsən. Amma mən sənə açım deyim, niyə qəbul etmirsən? Çünki qorxursan. Çünki qorxursan. Biz doğrusunu deyirəm sənə. Bildiyimizi söyləyirik. Rəbb Allahdan aldığı biliyi sizə söyləyirik. Bu sirri sizə açırıq. Gördüyümüzə şəhadət edirik. Amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. Bax səbəbi budur dostlar. Başqa heç nə. Bu da Nikodim. Özü müəllim olub. Başqa sözlə Köhnə qanun bilir də. İsa Məsih Yahudi olub da. Yahudi olub. Başqa sözlə bilirsiniz nə maraqlısı nədir? Ən vacib fikir burada bilirsiniz nədir? Əbədi həyatı görmək üçün İsa'nın şəhadətini qəbul etmək lazımdır. İsa haqqında eşitmək yox ha. İsa haqqında çox şey eşitmişik. Eşidirik də. Baxın necə Nikodim deyir. Sənin haqqında, yəni biz çox eşitmişik deyir. Biz bilirik, başqa sözlə biz eşitmişik də, biz bilirik, xəbərimiz var. Sən Allahın yanından gələn bir müəllimsən. Kimin xəbəri yoxdur burada? Ki Allah tərəfindən gələn bir şəxsdir. Hamı bilirdi. Hər bir burada oturanın xəbəri var, elə deyilmi? Xəbəri var. Amma baxın İsa Məsih deyir ki, bizim şəhadətimizi siz qəbul etmirsiniz. Şəhadətimi qəbul etmirsən. Səbəbi odur. Sən can atırsan, xoşuna gəlir. Maraqlıdır sənin üçün. Burada gəlirsən. Allah barədə çox şey eşidirsən. Dəfələrlə də eşitmirsən. Ürəyimə də yaman toxunub. Onun səsini də eşitmirsən.
Budur qapı ağzında durub onu döyürəm. Onu da eşitmisən. Dəfələrlə eşitmisən İsa Məsih necə ürəyinin qapısını döyüb. Bunu dəfələrlə eşitmisən və görmüsən. Amma qəbul etmirsən. Vacibi də odur ki, əgər istərsənsə, bax burada başqa sözlə Nikodimə deyir ki, Allahın padşahlığını Nikodim görmək istəyirsən, Allahın padşahlığında, yəni səltənətində olmaq istəyirsən, əbədi həyatı görmək istəyirsən, cənnətin qapıları sənin üçün açıq olsun, onu istəyirsən, bəs niyə qəbul etmirsən? İsa'nın şəhadətini qəbul et. İsa'nın şəhadəti nədir? Yol, həyat, hərəkət mənim. Nədir? Çoxdur. Yol, həqiqət, həyat, sonra Yaşam, əbədi həyat. sonra Dirilir. sonra Cənnətin açarları İsa Məsihin əlində. Orada görər yazılıb. bir gün İsa Məsih bilirsiniz nə dedi? İsa Məsih özü dedi. Ona sual verdilər, o da dedi. Dedi, Allahın oğlu mənəm. Bu onun şəhadətidir. Mənim şəhadətim deyil. Yox, biz onun haqqında şəhadət edirik. Amma İsa Məsih özü deyib. Bu bir, yadınızdadır. Yəni onu Tutmaq istəyir. o gecə deməli onu xəyanət edəndə onun əl qolunu bağladılar, gətirdilər və baş kahinın qarşısında duraraq baş kahin ona and içdirib deyib ki, Allahın deməli Allahın qarşısında and içdirirəm. Yəni ki, sənə sual vermək istəyirəm. De görüm, Allahın oğlu sənsənmi? O da dedi, bəli, mənəm. Və göylərdən gəlib hamınızı mühakimə etməyə qadirəm və gələcəyəm də. Mənəm deyir. Bu bir. İkincisi də ki, dostlar, tək o yox. Onun haqqında Ata Allah özü deyib. Ata Allah özü deyib. Budur. Bu mənim sevimli nə? Peyğəmbərim. Oğlumdur. Var. Peyğəmbərim demədi ki. Bu mənim sevimli oğlumdur. Razıyam. Ata Allahdır. Ata Allahın əgər sözünü qəbul etmirsənsə, o səni necə qəbul edəcək? Əgər sən onun şəhadətini qəbul etmirsənsə, bax burada səbəbi budur, dostlar. Bax buna görə də, dostlar, bu müjdə bizim üçün bağlı qalır. Bağlı qalır. Kim ki bu müjdəni, yəni başqa sözlə İsa'nın şəhadətini, Allahın şəhadətini qəbul etmir, onun üçün müjdə bağlı qalır. Dostlar, problem bilirsiniz kimdədir? Özümüzdədir. Özümüzdədir. Və maraqlısı bilirsiniz nədir? Maraqlısı odur ki, Rəbbin mərhəməti ilə biz gözlərimizi yumub, gözlərimizi açırıq. Gün keçdi, o bir günü gördük. Elə deyilmi? O bir günü qarşıladıq. Amma həmişə belə olmayacaq. O bir günü qarşıladıq, yenə də qəbul etmədik. Yenə də gözlərimizi yumduq, yenə də gözlərimizi açandan sonra, dostlar, yenə də Rəbbin mərhəməti üzərimizdədir, amma biz onun şəhadətini qəbul etmirik. Və günlərin birində bilirsiniz nə olacaq? Günlərin birində gözlərimizi yumacaq, amma bu dünyada yox, o biri dünyada gözlərimizi açacaq. Başqa yerdə olacaq. Onda başa düşəcəyik ki, biz burada yuxudayıq. Sən başa düşərsən. Söhbət ondan getmir. Söhbət bilirsiniz nədən gedir? Burada biz bunu başa düşürük. Maraqlısı odur ki, mən bunu başa düşürəm, amma qəbul etmirəm.
Buna görə də müjdənin bağlı olduğu dostlar problemi, səbəbi bax hələ özümdədir. Əzizlərim, gecikməyin, ləngiməyin. Rəbbə ürəyinizi açın. Rəbbin, yəni İsa Məsihin şəhadətini qəbul edin. Sabah heç birimiz bir-birimizə kömək edə bilmərik. Hər birimiz öz həyatımıza görə Rəbb Allahın qarşısında durub hesabat verəcək. Hesabat verəcək. Kim ki, onun şəhadətini qəbul edir, dostlar, o cənnəti görəcək. Sizcə, Nikodim bu söhbəti eşidəndən sonra evinə qaydanda, yəni ondan sonra İsanı tərk etdi də, bu söhbətdən sonra, yəni eşitdi, başa düşdü, başa düşmədi. Çox gözəl başa düşdü. Amma sizcə, Nikodim İsa'nın şəhadətini qəbul etdi, etmədi? Hə? Ürəyində qəbul etdi. Amma Qəbul üzə etdi, çıxartmaq bəlkə də. yox. Dostlar, Rəbbimizə şükürlər olsun ki, doğrudan da qəbul etdi. Doğrudan da qəbul etdi. Amma Nikodimlər kimi milyonlarla insanlar var ki, elə onu kimi İsa'ya yaxınlaşırlar. Belə deyək də, bir xeyir duanı almaq istəyirlər. Şagirdləri olmaq istəyirlər, amma şəhadətini qəbul etmək istəmirlər. İsa Məsih də deyir ki, faydası nədir? Lap belə şagirdim oldun, lap belə olmadın. Əgər sən şəhadətini qəbul etmirsən, xeyri nədir? Xeyri nədir? Bax, bugün səndən asılıdır. Ya sən onu qəbul edəcəksən, ya da ki, gözlərimi yumub, günlərin birində, mən bunu qorxutmuram, kəlam belə deyir. Ya da günlərin birində sən də, mən də Allahın qarşısında duracaq və bax, orada aşkar olunacaq. Kim onu şəhadətini qəbul edib, kim isə yox. Buna görə də bu günləri biz Rəbbin adından yalvarırıq və deyirik ki, onunla barışın və onun şəhadətini qəbul edin. Amin. Gəlin biz dualarımızı